Endokrinologiya daxili sekresiya vəzlərinin məşğul olan elm sahəsidir. Terapiyanın daxili xəstəliklərin üst bir bölməsidir. Bütün təbabətlə əlaqədardır. Bu xəstəliklərlə məşğul olan həkim isə həkim endokrinoloqdur. Endokrinoloqa endokrin şikayətləriniz varsa, bunlar hansılardır? Əhval-ruhiyyə düşkünlüyü, halsızlıq, yorğunluq, qadınlarda menstruasiya sikli pozğunluqları, kişilərdə testosteron, erkəklik kişilik hormonunun aşağı düşdüyü, hipogonadizm şübhəsi varsa, əzələ gücsüzlüyü varsa, yorğunluq varsa, cinsel fəaliyyət sferanızda müəyyən bir problemlər varsa, bu endokrin xəstəliklə əlaqədar ola bilər və mütləq həkim endokrinoloqa müraciət olunmalıdır. Saç tökülmə, dəri qururuğu, dırnaq qırılması, bu kimi şikayətləriniz varsa, mütləq şəkildə müraciət olunmalıdır. Kişilərdə süd vəznində böyümə, qadınlarda onları utandıran problem sayılan hirsutizm, tüklənmə dediyiniz problem varsa, bu kimi hallarda mütləq şəkildə endokrinoloji müayinə olunmalıdır. Artıq çəkiniz varsa, kilolardan qurtara bilmirsinizsə, mütləq şəkildə bu işlə məşğul olan peşəkar endokrinoloqa müraciət etməlisiniz. Endokrin problemin diaqnozunun qoyulması müalicənin yarısıdır. O baxımdan doğru düzgün diaqnoz qoyulması üçün endokrinoloji check-up dediyimiz müayinələr, yoxlanmalar olunmalıdır. Diaqnoz düzgün qoyulduqdan sonra düzgün müalicə aparıla bilər.